Salamlar olsun herkese. Bu günləri yanımıza gördüğünüz kimi evakuatorla Gəncədən Hyundai Genesis kupaya gətiriblər. Üstündə coilover amortisator sistemləridir və bunlar müştərinin başında demək olar ki oyun açıb, maşın atlana gedir və inşallah başlayırıq bunu sadə sistemə çevirməyə. Deməli əziz izləyicilər, 2 dənə amortisatorunu sökdük, qurtardıq və indi gəlin bu amortisatorların vəziyyətinə baxaq. Arxa amortisator coiloverdir və bu hissədən də bu regrovka olunur. Yəni hard və soft rejimi. Hardda getdikcə, çevirdikcə bərkləşir, softda getdikcə yumşalır. Gördüyünüz kimi Hyundai Sonata 2014-2016 Kuzan amortisatorunun korpusudur. Bu hissələr gördüğünüz kimi birdir. Korpusun uzunluğuna geldik. Bunun arkasına inşallah Kia Optima'nın ya da Hyundai Sonata'nın burjunlarını koyacağıq. Ümumilikdə 4'üne değil olacaq. Korpus gördüğünüz kimi uzundur. Tokurda bu kəsiləcək. Bunun razmerindən hardasa 1-2 santim daha uzun olacaq ki, rahat işləmə qabiliyyəti olsun burjuna görə. Paduşka değişilməyəcək. Paduşka həmənki qalacaq. Bu gördüğünüz kimi rezba burada tam çıxır. Bizim buna koyacağımız o. Bu oxdur. Görürsünüz rezba tam çıxmır. Bu da tokurda yonulacaq bu hissəyə qədər və rezba da tam rahat şəkildə çıxacaq. Paduşkalar da değişilməyəcək. Bu da gördüyünüz kimi qabaq amortisator sistemidir. Həmən çıxardı. Bunda da burada regrovka söhbəti var idi. Onu çıxartmışam indi o heç. Üstünə qoyduğumuz amortisatorda bizim elədiyimiz amortisatorda prosta denəmə test amaçlı qoymuşam ki üstünə görüm safka hissəsinə keçəcək ya yox. Şükür Allah'a keçdi. Yəni safka değişilməsinə ehtiyac qalmayacaq. Amortisator eyni boydadır. Tarelka söhbəti, burjun söhbəti yenə Hyundai Kia Optima eyni şeydir. Yəni Kia Optima ya da Hyundai Sonata'nın burjunu qoyulacaq. Bir dənə qaldı geridə sırğa. Sırğa da ki inşallah bu sırğa bu yerdə görəcəyik. Yəni gördüyünüz kimi bunun sırğası yuxarıdadır. Bizim sırğa yerimiz burada aşağıda olmalıdır. Bax görürsünüz. Görürsünüz. Nə söhbətdir? Yəni maşının haçansa bu təkər tərəfdən vuruğu olub və razvala getməsi üçün maşının burasını yontalayıblar. Yəni bu amortisator ümumilikdə əyridir. Razvala getməsi üçün burasını genişləndiriblər. Bizim isə üstünə qoyacağımız korpus düzdür. Müştərimiz də bu yandan pülsə gedir. Paduşkaları almışam. Üstündən çıxan idi coilover'ın olan. Eynilikcə eyni bir şeydir. Sadəcə bu hissə Kuza'dan keçmir deyə. İndi təzədən aparacağım bunu. Tokurda yonduracağam. Yəni səhərə qədər oynayacaqdır üstündə. Arxa amortisatorlar gördüyünüz kimi dənlər sizə demişdim ha. Korpus bir hissədən kəsiləcək, oxu uzadılacaq və paduşkaları dəyişməyə ehtiyac olmayacaq. Bunları da elədik, əla. Bir dənə qaldı da, bu gözümüzü olmalıydı. Mənə səhərə qədər əziyyət verməlidir. Arxa burjunlar da bax gördüyünüz kimi değişildi. Yəni coilover'lar ləğv olundu, sadə burjunlar qoyuldu. Qabaq amortisatorlar da həmçinin buradadır. Prosta paduşkaya görə qalmışıq belə. Bu da inşallah düzəlsin, qoyulacaq üstünə. Əla. Yavaş-yavaş qutarıq. Yəni ideal bir iş oldu həqiqətən. Bir dənə axırıncı sırğasını bağlamaq qaldı. Bəlkə bir 10 dənə burjun almışdım. Bəlkə bir babəkə 10 dəfə bu maşına görə gedib gəlmişəm. Gördüyünüz kimi üstündən çıxan amortisatorlar buradadır, coilover'lar. Ləğv elədik, sadə sistemə keçirdik. Sürüb baxmışam öz məbəddən, siz də xəbərsiz. İdeal yumuşaqlıqdadır. Bax, bu birinci trampolindir. Görürsünüz. Qaqam salam, nətərsən? Aman nə yox. Dedə gəldi, çıxdı, sürdüm, elədim, qəşək, super. Ürəyin istəyən. Elə ürəyimcədir, qadınam. Allah səni var eləsin.